Salam, mən Mirmilad Mehdizadiyəm, bu Atölye Neveştəndir. Xoş gəlmisiniz Atölye Neveştən ya öz dilimizdə yazmaq atölyəsinin türkü bəxşinə. Çox sağ olun, var olun ki, bizlə yol birsiniz və yoldaşsınız və sizin olmağınız bahis olubdur ki, biz ürəyimiz qəyim olsun ki, Atölye Neveştənin türkü bəxşin ki, bu bizim qədim arzumuzdur ki, Atölye Neveştəndə türkü bəxşimizdə olsun, buna həyat verək və canlandıraq. Çox sağ olun, var olun ki, bizi paylaşsınız. Hər o kəsinlə ki, fikr edirsiniz, mənim bu yar yoldaşımın yazıları türkü dilində eləyə bilər, onların hallarını yaxçılasın və dilimizi dərvaqa çox adamların qulağına yetirsin. Mən çox sözü uzatmayayım. Qəbl az bu ki, bunu deyəm. Biz bir test edirdik burada. Puya yoldaşım dedi ki, intervyu Ağulu və Moz. Dastanı ki, Aydinə Dağtəkin yazıb da adı Ağulu və Mozdur. Mən dedim, heç inanmırdım ki, intervyu Ağulu və Mozu bir cümlədə istifadə edirəm. Bəli, işin gəlişi belə gəlibdir, siz bağışlayasınız. Aydin Dağtəkin bir duzlu ölçü yazıbdır. O adamların mordindəki hamımızın familində var. Hətmən bir dənə onlardan adı Ağulu və Mozdur. Gedək. Mütləq bir çox ailələrdə bir sıra insanlar görmüsünüz ki, hər vaxt bunları danışdırsaz, döhtük və bimahistanlardan başlayıb söz açarlar. Yəni bekar qalsalar fौरən özlərinə bir dərd cürləyib qaçarlar döhtüklərə. Bir növ adətçərdə olublar, bimahistan'a düşməsələr günləri geçməz. Bizim tayfada da elə bir nəfər var, Ağulu. Ağulu ildə 2 seri həttəqəl əmələ gedir. Diski kəmər, inhiraf bini, abmurvarid, bəvasir, sənci kolye, prostat, anjo, apantis, kisey səfra və başqa əməlləri buracan atladıb və eşitdiyimə görə cinə bir dənə nəmans döhtürdən vaxt almaq üçün part axtarır. Bizim tayfa Ağulunun bu cür tez-tez bimahistanın düşməsindən artıq qəbullanıb və otomatik surətdə hər 2 həftədən zəng vurub və əhval soruşarlar ki, ay bala nə xəbər, əmələ getməyibsən? Heç yadımdan çıxmaz. Biz 2 il qabaq təqribən hər ay bu kişiyin baxmağına getdik. Elə axşam işdən yetişirdik, şamı tez yeyib 2 kilolumu da mozdan alıb gedirdik Ağulun baxmağına. Bir növ lifestyle olmuşdu bizdə. Namaz kimi vacibatdan idi. 2 kilo şirin lum alıram, qürbətənlərlə. Bir seri sağ qıçına platin qoydular, 2 kilolumu getdik. Gələn ay dedilər diziyin qapağını əməl eləyib, yine 2 kilolumu getdik. O birisi ay dedilər lozələrin əməl eləyib, 2 kilolumu getdik. 4-cü əməlin anam zəng vurub deyəndə ki, axşam biraz tez gəl, gecə Ağulun baxmağına, sözü qutarmamış dedi, da bu sey lum alma, ha pis işdi. Mozdan zatdan al, elə hər sey luma aparıq. O il vəziyyət elə olmuşdu ki, küçə ağzındakı meyvəçi ilə məni uzaqdan görəndə başlardı lumu yığmaq. Yəni mozla lumunu bizə görəcəkdi idi. Sonralar Ağulu da qılığını tapmışdı. Əməllərin dəqiq saxlıydı, o zamanlar ki moz bahalaşırdı. Yəni mən küçədə göz qoyardım. Hər zaman mozun qiyməti bahalaşsaydı, güdərdim ki, indi sabah bir gün xəbər gələr ki, Ağulu geyib əmələ. Dəqiqən də elə o cür olardı. Moz bahalaşanda bu kişi bir yer tapıb gedərdi əmələ. Hər serində evlərinə gedib hal-əhval xəbər alanda dəqiqən bu sözlərlə başlardı. Babam, nə zəhmət çəkirdiniz? Heç mən özüm yiyənmirəm ki. Meylim çəkmir. Döhtür dedi, şansın gətib, yoxsa iş açacaqdı sənə. Biraz da yubassaydın ha, yolu yox idi. Allah rəhm eləyib. 38 əməldən sonra mən bilmirəm, Allah rəhm eləməsəydi bu kişinin başına nələr gələrdi. Hələ Allah rəhm eləyib 38 də əmələ gedib. Bu günlər cinə baxıram, mozun qiyməti istir bahalaşa. Allah təvəkkül, inşallah ki, sağ səlamət. Bizdə artıq moz meyvə hesab olunmur. Bəlkə bir növ ərzə təbdil olub. Və mozla məmləkətin nəbz iqtisadısını tuturuq. Məsələn, təhlil edirik. Büyün moz neçə idi? İstəyirik bir vəsilə alaq, əvvəl nəvəsanı moza baxırıq. Büyün moz qalxıb. Artıq kulli dünya xəbərlərin mozun yenib qalxması ilə pərtaziş edirik. Trump siyahpustları nadidə tutdu. Sumalının səfirin Suxanraniyə dəvət eləmədi. Bu yana onda moz cəhanı ərzişini itirib və ucuzlaşacaq. O ləhzə başqa meyvələrdə sərmayə quzar eləmək daha düzdür. Rəis otağı bazərganı usulgərlərdən biri seçildi, yəni moz tirləşəcək. Siyasət-i Kəlani Qomroki varida sadrət təğyir tapıb, yəni moz dəbəşəcək. Vəzir Behtaşlı Dərman təkil elədi ki, moz hətmən meyl edirik.
bu yanımız da tapılmayacaq. Ağqulunun sayəsində bizim mozla gözümüz açıldı. Başa düşdük ki, məmləkətdə istəsək bir yerə çataq, ya bir filan idarənin rəisini gedək görək, biz də gələk moz olaq. Ağacın həmişə bizi nəsihət eləyəndə deyərdi, baxın, insan gəh moz xislətdə ola. Moz həmişə böyük adamların ofdu xizlərdir. Mozu gömrükdə də, mərzdə də çox mətil eləməzlər. Bilirlər ki, vaxtında gedib yetişməsə dərdçək olar. Amma yer alması olan həftələr ilə qalsın növbədə. Nə özü dillənəcək, nə onu tapışqan olacaq. Moz kimi yaşayın, moz kimi də ölün. Mozun qabığını da yerdə görəndə cəmaat deyir, oha, nəmkin moz yiyib qabığını atıb bura. Amma alma qabığın qabağından hamı sadiqətlə olub gedir. Atam nə qədər düz desə də mən belə inanıram ki, meyvələri bir-biri ilə müqayisə etmək düz deyil. Hamısını Allah yaradıb, hamısına da başqa-başqa xasiyyətlər. Ancaq bəzən bir sıra dəblər, bir sıra öz hərəkətlərimiz bahis olur, şəlqəm kimi köhlü və bir o qədər xaki və faydalı bir meyvə gəlib moza kiçilsin və mozla oturub durmağı özünə fəxr bilsin. Hala o ki, özündə olan ərzişləri bilsə, bu səhvə yol açmaz. Mən gələn seyri Ağqulunun baxmağına gedəndə elə bu sözlərimə xatir moz yerinə 2 kilo narəncə alıb və görüşə getdim. Ağqulu əlimdə moz yerinə başqa bir meyvə olduğunu görəndə bizi həmişəki kimi qarşılamadı və döhtürdən bimaristondan söz açmadı. Başı ilə bir qolay təhvil alıb və dedi, güzəşt eləyiz. İynə vırıblar, yuxladır. Mən yatıram. Sizə də müzahim olmayayım. Durun geyin işinizə gücüzə, iş adamısınız. Və sözlərin qutarıb-qutarmaz özün vurdu yuxuya, gözlərin yumdu. Biz onda bir daha atamın dediklərini iman gətirib və hələ zamanə mozun zamanəsi sözünü başa əyib söhbəti qutardıq. Ümid edirəm ki, gələcək nəsillər də hamı moz olmağa doğru getməyib və camiənin bu cür gözəl və rəngbəranc qalmasına çalışarlar. Hər kəs özünün və başqa xalqı xuyların qədrini bilib və bu cür bolluq və tənəvvürlüklə yaşasın.